Herkese salam, kanalıma və videoma xoş gəlmisiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız və gününüz gözəl keçir. Bu gün də sizi bizim evdə keçən adi, amma mənim üçün çox sevimli bir gün aparıram. Ev işləri, mətbəx, yemək hazırlığı və biraz da qızımla birlikdə keçirdiyimiz vaxt olacaq bu videoda. Belə gündəlik videolar çəkməyi çox sevirəm. Çünki bəzən elə düşünürük ki, maraqlı video üçün mütləq fərqli yerlərə getmək, böyük hazırlıqlar etmək lazımdır. Amma əslində gündəlik həyatımızın özü də çox gözəl anlarla doludur. Bugün evdə reyhanları qurudacağım. Qızım da öz əlləri ilə şirniyyat hazırlayır. Onu da çəkmişəm sizlər üçün. Mətbəxdə biraz qavqacaq işləri var. Sonra börək bişirmişəm. Onun videosu, görüntüləri var. Hamısını yavaş-yavaş növbətli videonun digər dəqiqələrində görəcəksiniz inşallah. Əgər siz də belə sakit, ev havalı, gündəlik vloqları sevirsinizsə, videonun sonuna qədər mənimlə birlikdə izləyin. Kanalıma ilk dəfə gəlmisinizsə, abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin hər bir bəyənməniz və abunəniz mənim üçün çox dəyərlidir. Bu arada gördüyünüz kimi qızım da mətbəxdə öz işini görür. Bu dəfə şirniyyat hazırlamaq qərarına gəlib. Uşaqların mətbəxdə nəsə hazırlaması məncə çox gözəl şeydir. Həm özləri öyrənirlər, həm də bizə kömək etməyə başlayırlar. Həmişə mənim mamam deyərdi ki, mətin ilə özü üçün öyrən. Əvvəllər uşaqların mətbəxdə əlimə dolaşmasını çox istəmirdim. Çünki biri deyirdi bunu ver, biri bunu tökürdü, onu tökürdü. Bir də görürdün ki, mətbəx dağılırdı. Amma indi artıq böyüyüblər. Onsuz da yəni dağılacaqsa sonra birlikdə yığışdırarıq yəni. İndi böyüyüblər. Allaha çox şükür. Allah bütün bağları saxlasın. Əsas odur ki, uşaqlar özləri nəsə eləməyə həvəsli olsunlar. Qızımın belə şeylərə maraq göstərməsi mənim də xoşuma gəlir. Öz əli ilə hazırladığı yeməyi daha böyük həvəslə yeyir. İndi də səbirsizliklə gözləyirik, görək şirniyyatımız necə alınacaq. Məncə çox gözəl alınacaq. Çünki o mənim qızımın əlindən çıxacaq. Ən maraqlısı da odur ki, mətbəxdə bir şey hazırlayanda evin içi tamam başqa qoxur. Xüsusilə şirniyyat bişəndə bütün evə gözəl bir qoxu yayılır. Börək bişirəcəm. Deməli, un, duz və su ilə bir xəmir yoğurulur. Yəni yoğurum, sonrasını göstərərəm sizə. Un, su, duz. Maya vurulmur, çünki maya vurulanda xəmir yumuşaq olur. Mayasız xəmir olanda necə deyirlər, çıtır-çıtır olur da, xırçıltılı olur. Soğan və biberi burada qovuracağım. Sonra pomidoru əlavə edəcəm. Daha sonra onlar pişdikdən sonra biraz sosiskanı əlavə edib qarışdıracağım. Yəni pişirəcəm. Qovurulandan sonra duz. Börək həm hazırlaması, həm də yeməsi mənim çox xoşuma gələn yeməklərdəndir. Xüsusilə evdə hazırlananda həm tez olur, həm də içliyini öz zövqümüzə uyğun olaraq hazırlaya bilirik. Pişirəcəm, bu da dincələcək. Sonra bu xəmir xırda-xırda kündələr eləyəcəm. Açıb, yağlayıb yığacam bir-birini. Çəkəcəm, orada görəcəksiniz. Mətbəxdə yemək hazırlananda mənim üçün ən vacib şeylərdən biri də odur ki, yemək həm doyumlu olsun, həm də ailəlicə süfrəyə oturanda hamının xoşuna gəlsin. Bəzən çox sadə
bir yemək hazırlayırsan, amma süfrədə hamı yeyib bəyənir. Onda insanın bütün yorğunluğu çıxır. Məncə evdə yemək bişirməyin ən gözəl tərəfi də budur. Börəyi hazırlayanda artıq evdə yenə gözəl bir qoxu yayılmağa başlayır. Bir tərəfdə şirniyyat, indi də börək. Bu gün mətbəximizdə əməlli başlı yemək qoxuları bir-birinə qarışıb. Belə günlərdə ev mənə daha doğma və rahat gəlir. Əslində mən son vaxtlar bir şeyi daha çox düşünürəm. Həyatımız çox vaxt elə bu kiçik anlardan ibarətdir. Bir fincan çay, mətbəxdə hazırlanan yemək, uşaqların səsi, təmizlənmiş ev, bişən şirniyyat. Bunlar çox adi görünür, amma illər keçəndə insan məhz bu adi günləri xatırlayır. Ona görə mən də çalışıram ki, gündəlik həyatımın belə kiçik anlarını qiymətləndirəm. Hər gün mükəmməl olmur, bəzən ev dağınıq olur, bəzən yorğun oluruq, bəzən heç nə eləməyə həvəsimiz olmur, bəzən ancaq yatmaq istəyirik. Amma hər günün içində mütləq gözəl bir an tapmaq mümkündür mənim fikrimcə. Mənim üçün bu gün həmin gözəl anlardan biri qızımın mətbəxdə öz əli ilə şirniyyat hazırlamasıdır. İnsanın övladının böyüdüyünü, artıq bəzi işləri özü etməyə başladığını görməsi çox fərqli hissdir. Bir vaxtlar bizim köməyimizə ehtiyacları var idi, indi isə yavaş-yavaş özləri nəsə hazırlayırlar. Vaxt həqiqətən çox sürətlə keçir. Mən biraz duru elədim xəmiri, səhv elədim də, yəni yüngülcə bərk eləmək lazımdır ki, məsələn, işləmək asan olsun. Belə. Misasqın əvəzinə buna toyuq əti eləyə bilərsiniz. Və ya içliyi göyərti pendir eləyə bilərsiniz. Eyni ilə bu qarışımı misasqın əvəzinə badımcanla da eləyərsiniz. O möhtəşəm olur. Badımcanla həqiqətən çox gözəl olur. Soğanı qovurursan, biberi, pomidoru, badımcanın hamısını belə qovurursan, tuzunu istiyorsan vurursan, super. Yapıştır. Bir yoktur, problem değil. Yapışmağı. Çok nazik açtım değil mi? Bu kadar nazik açmak lazım değil. Böyle. Üstüne hiç vurmayacağım. Biraz çöreğe otu seferim. Başka hiç ne. Yani. Güzel. İndi isə gördüyünüz kimi reyhanları hazırlamağa başlamışam. Yay aylarında göyərtiləri qurudub qış üçün saxlamağı çox sevirəm. Təzə reyhanın qoxusu tamam başqadır, amma qurudulmuş reyhanın da yeməklərdə özünə məxsus gözəl ətri olur.
Mən qurudulmuş reyhanı çox sevirəm. Mən göyərtiləri qurdanda əvvəlcə yaxşıca təmizləyirəm. Sonra suyunu tamamilə çəkilməsinə çalışıram. Çünki yaş halda qalsa düzgün qurumaya və xarab ola bilər. Evdə belə hazırlıqlar görəndə mənə həmişə uşaqlıqdan qalan o köhnə mətbəx görüntüləri yadıma düşür. Böyükdən kiçiyə hamı qışa hazırlıq görərdi. İndi hər şey marketlərdə hazır şəkildə satılır. Amma insanın öz əli ilə hazırladığı şeyin dadı və ləzzəti bir başqa olur. Reyhan quruyandan sonra onu xırdalayıb qabda saxlamaq olur. Lazım olanda yeməklərə əlavə edirəm. Şüşə qabda saxlayıram. Çünki digər qablarda qorxuram, ədviyyatlara qurd düşməyindən qorxuram əslində. Mətbəxdə belə xırda hazırlıqların mənə verdiyi bir rahatlıq var. Elə bil əvvəlcədən biraz iş görürsən və sonra lazım olan vaxt hazır olur. Həm də evdə hazırlanan şeylərin nə ilə hazırlandığını bilirsən. Mən xüsusilə belə şeyləri sevirəm. Şirniyyat və börək hazırlığı bitəndən sonra isə təbii ki, mətbəxin digər tərəfi başlayır. Qablar. Məncə ev işlərinin içində ən çox təkrarlanan işlərdən biri qab yumaqdır. Bir dəfə yuyursan, biraz keçir, yenə qab çıxır. Bəzən elə olur ki, səhər mətbəxi yığıram, hər şeyi yerinə qoyuram və düşünürəm ki, nəhayət rahatladım. Bir neçə saat sonra yenə mətbəxdə qablar var. Amma artıq buna çox da fikir vermirəm. Çünki evdə də, yəni evdə həyat varsa qab da olacaq, paltar da olacaq, dağınıqlıq da olacaq. Əsas odur ki, insanın bütün bunların arasında özünü itirməsin. Mən də çalışıram ki, işləri hissə-hissə görüm. Hamısını bir gündə bir dəfə etməyə çalışanda həm yoruluram, həm əsəbləşirəm, həm də onsuz da bir günə çatmır. Yəni bir gün bəs eləmir ki, işlərin hamısını görüb qutararsan, hə, mən 2-3 gün iş görməyəcəm. Yəni elənçinə əmələ gəlmir onsuz da. Biraz qab yuyuram, biraz mətbəxi yığışdırıram, sonra başqa işə keçirəm. Yəni bəzən də qab yuyanda fikirləşirəm ki, görəsən başqa qadınlar da mənim kimi qab yuyarkən beynində min cür şey düşünür. Elə həmin anda sabah nə bişirəcəyimi, evdə nə iş görəcəyimi, uşaqların işlərini, bazarlığı fikirləşirəm. Qadının beynində sanki heç vaxt sakitlik olmur. Bu belə qalsın. Yaxşı, bu şeylə. İndi yumuraya biləsən.
Eləyənmədin. Beləliklə xanımlar, bu gün də evdə işlərimi yavaş-yavaş elədim. Reyhanları hazırladım. Qızım şirniyyatı, belə deyim də, reyhanları bütün yay ərzində mən reyhan alıb qurudub yığıram. Yəni bunu da videolarımda görəcəksiniz. Qızım şirniyyatını bişirdi, qablarımızı yuduq, mətbəxdə işlərimizi gördük, börəyimiz də hazır. Çox böyük və fərqli bir gün olmadı, amma mən belə günləri də sevirəm. Sakit, ailəmlə birlikdə evdə keçən adi günlər. Bəzən insanın ən çox ehtiyac duyduğu şey elə budur. Ümid edirəm, siz də bu gün mənimlə birlikdə vaxt keçirməkdən zövq aldınız. Əgər videonu bəyəndinizsə, like düyməsinə basmağı unutmayın. Kanalıma yeni gəlmişsinizsə abunə olun və zəng işarəsini də aktiv edin ki, yeni videolarımdan xəbəriniz olsun. Şərhlərdə də mənə yazın. Siz evdə reyhan və ya digər göyərtiləri qış üçün qurudursunuzmu? Qızınız və ya övladlarınız sizinlə birlikdə mətbəxdə nəsə hazırlayırlarmı? Sizin fikirlərinizi oxumağı çox sevirəm. Vaxt elədikcə də oxuyub cavablandırmağa çalışıram. Mən artıq sizi çox saxlamayım. Bu günlük də məndən bu qədər olsun. Növbəti videoda yenidən görüşənədək özünüzə çox yaxşı baxın, sağlam olun, xoşbəxt olun və sevdiklərinizlə gözəl vaxt keçirin. Unutmayın ki, həyatın ən gözəl anları bəzən ən sadə anlardır. Mənimlə birlikdə bu günü keçirdiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Növbəti vloqlarda görüşənə qədər hələlik.